Sabahınız xeyir dostlar. Bugün İsveçrədəki ikinci günümüzdür deyə dünən axşam gəlib çatmışdım. Bugün gedirik San Moris'e. Hazırda Alburadayıq. İndi gedirik San Moris'e. San Moris'te The Ice tədbiri var. Amma səhər saat 9-dan başlayır. Düzdür saat indi 9-a işləyib. Bizim ora gedib çatmağımız 1 saat vaxt eləyir. Buradan ora hardasa 20 kilometr, 30 kilometr olsa da perevallar olduğuna görə 1 saat vaxt eləyir. İşlərimizi götürək çıxaq. Amma ora getməmişdən öncə istəyirəm ki, bir dənə qəşəng maraqlı yer tapım. Qəşəng fonu olan yer və həmin yerdə sizin üçün bir dənə vlog çəkəcəm. Bir dənə maraqlı Airbnb evi təşkil edib Caspian Breeze Travel. İşığı söndürüldü, hoş yazması. Qəşəng futmani maraqlı evdir. İndi mənzərəni də göstərəcəm sizə. Çox şükür olur. Bitirdik buranı. Çox möhtəşəmdir. Qiymətləri çox bahadır, kosmik bahadır. Maşın donub əməlli buca. Dən səsə baxın. Göl tamam donub, gölün üstündə qəşəng bir dənə yarış gedəcək. We call it digital detox, Mənzərə danışır, çox möhtəşəmdir. Təsəvvür edin, hələ də bura günəş düşmür, dağların arxasındadır. Oralar isə San Moris tərəfdir, orada artıq günəş var. Qarda öz yerində. Ev bu formadadır, biz birinci mərtəbədəyik, çox maraqlı bir dənə qəşəng evdir. Qiymətləri çox bahadır, kosmik bahadır. 3 gecə üçün $600'dan biraz çox pul verdik bura. Baxın belə bahalı bir yerdir. Bahalı həyat, bahalı yaşayış. Nə deyirdim? İstəyirəm ki, bir dənə maraqlı yer tapım. Həmin yerdə bir statik formada sizin üçün bir vlog çəkəcəm. Ümumiyyətlə Azərbaycandan düz İsveçrəyə qədər yol gəlmişəm. Xərclər, borclar, məsafələr, gün filan hamısını əhatə eləyəcək bir vlog olacaq. Suallarınıza da həmin vlogda tam detallı artıq cavab tapacaqsınız. Təbii ki, yenə də nəsə sualınız ortaya çıxsa, bir dənə aşağıda şərhdə yazırsınız, mən dərhal cavab yazacağam sizə. Bu vlogumuz sırf olaraq San Moris'te olan tədbirlə bağlı olacaq. The Ice tədbiri ilə bağlı. The Ice demişkən, bizim maşınımız da The Ice olub artıq. Dünən burada saxladıq. Maşın donub əməlli buca. Bir dənə kabin overheat eləyərik, buzlar açılır. Gəldik, çatdıq San Moris'e. Ab-hava möhtəşəm. İnanılmaz bir ab-hava var. Artıq tədbir başlayıb. İndi sizə kadrlarda göstərəcəm. Bir dənə maşını görək harda saxlayırıqsa, ondan sonra keçək tədbir. Gülməyimdən də başa düşdüyünüz kimi elə bir yerdə parkinqə girdim ki, yəni burada fonda maşınlar. Bir dənə səsə baxın. Ferrari'lər. Tədbirə gələn maşınlar hamısı buradadır. Ab-hava inanılmaz. Bu parkinqə adətən tədbir boyunca bağlı saxlayırlar. İndi maşını burada saxlayaq, adətən bağlı olur. Və əllə işarə elədi ki, yer yoxdur filan. Son anda dedi, yox, gəl. Göstərir ki, 2 dənə yer var. Yer tapdıq axır ki, əla oldu. Normalda məni öldür Bakıda belə yerdə maşın saxlamaram ha. Heç vaxt belə yerdə maşın saxlamıram. Təbii ki, bura İsveçrədir deyə saxladım. Bir də burada elə yer tapa bilmişəmsə, Allahıma şükür eləyirəm. Həm də burada Tesla Supercharge stansiyaları da var. Nə bilim valla. Nə bilim, Almaniyadan gəlib ha. Amma bu gözəlliklərdən daha çox görəcəyik. Çünki bu park onsuz da gözəlliklərlə doludur. San Moris'e gələndən, yəni ancaq belə kimi maşınlar görürəm. İçəri girdik, qeydiyyatımızı elədik. Hava çox soyuqdur, -7 dərəcədir. Amma ab-hava inanılmaz möhtəşəmdir. Girən kimi, buna baxın, girən kimi qarşılayır da cəmaatı. Saat 2-də təyyarələrin uçuşu gözlənilir. Gedək baxaq görək başqa nələri varsa.
Həyatımda bəlkə də yüzlərlə deməyim, abartmış olaram, amma onlarla sərgiyə qatılmışam, tədbirə qatılmışam. Mən həyatımda hələ belə bir səviyyə rastlaşmamışam. Yəni tamam ayrı bir leveldir, tamam ayrı bir səviyyədir. Həm iştirakçılar, gələn ziyarətçilər, həm avtomobillər, mənzərə, nədir də? Maşınlar düzüblər. Alp dağlarının mənzərəsində hər şey var burada, hər cür maşın var burada. Açığı deyim, çox danışmaq fikrim yoxdur. Kadrlardan ancaq maşınları göstərəcəm. Özünüz yəni kadrlar onsuz da danışır. Zövq almaq istəyirəm, sadəcə tədbirdən zövq almaq istəyirəm. Ona görə maksimum dərəcədə kadr götürəcəm sizin üçün. Maksimum dərəcədə izləyəcəksiniz ki, nələr var, nələr yoxdur və tədbir hansı formada keçir. Bu arada bir dənə xəritəyə vurun San Moris gölünü. Biz hazırda həmin gölün birbaşa olaraq üstündəyik. Göl tamam donub, o dərəcədə qalınlıqdadır. Gölün üstündə qəşəng bir dənə yarış gedəcək. Həmin bu arxamda gördüyünüz klassik maşınların yarışı gedəcək. Burada qəşəng Bugattilər var. Gedək Bugattilər göstərim sizə. Tədbirin ərazisi əslində elə də böyük deyil, elə də nəhəng deyil. Amma level ki o qədər yüksəkdir, insanlara o qədər maraqlı gəlir ki, bütün dünyaya o qədər böyük bir car çəkiblər ki, tədbirlə bağlı. Amma sizə deyim ki, yəni tədbir ərazisi balaca olsa da, bütün bunlara baxmayaraq inanılmaz möhtəşəmdir. Arxamdakı mənzərədən yəqin görürsünüz. Bu arxamda gördüyünüz mənzərə belə göstərim. Bura San Moris'dir. Cem Yılmaz'ın zarafatlaşdığı, məzələndiyi həmin yer. Neredeydiniz? Ay San Moritz. Nasıldı? Hep Türk var. Burada da bir dənə belə təyyarə var. Bunlar uçurulmalıdır. Səhv eləmirəmsə birazdan bunlar uçuşa çıxacaq. 2 ya 3 təyyarətsə.
Hal-hazırda təyyarələrin şousu başladı. Maksimum dərəcədə kadrların nə düşəcəksə göstərməyə çalışacağam sizə. İnanılmaz alçaq uçuş eləyirlər. Artıq günəş çıxıb deyə təyyarələri çox da görmək mümkün olmur. Amma Alp dağlarının üzərindən fırlanıb dönüb gəlirlər. Təbii ki, yəni bizim şahinlərə çata bilməz, o ayrı mövzuda. Gözümü aça bilmirəm, inanırsınız. Bizim şahinlərə çata bilməz, amma uçurlar da. Uçurlar. Bizim şahinlər bunları yiyər. İndi isə avtomobillərin insanların arasından keçən bir paradı keçirilir. Maraqlı bir paraddır. Elsewhere on site. A lot of details. We are here at the Eucharist temple. The first time these guys have come down from the skies, was there a bit of a practice run earlier in the day? Yes, we had a practice run in the morning here with a civil approach. But he's one of our leading, maybe also one of the most experienced skydiving instructors. Here at the Eucharist. Incredibly equal car, because when we design a new car, we don't think only how it will. Lovely liveries, the shiny base, the competizione, elegant CTO, the GT Monogato, Ferrari, but that would really augment these American and European cars. They said no, again and again. You know what? I'm going to finish it. They made the Italy. Well, this is the largest category. This is another one. This is the 275 GTB 46, 270 horsepower though, so it wasn't sort of like a V6. The body was like a sort of shrunken version of the Ferrari 330 during the lunch break that it was receiving a lot of it. Perfectly, and matches perfectly with the spirit of the ICE. Because when we design a new car, we don't think bought or sold these cars that we see around today. They don't exist anymore. We call it digital detox, back to analog. It doesn't have any screens inside unless you want it to come out. It's Swiss watchmaking inside. Because otherwise a racetrack based development, like the Bolide is a track car, it's not a road car, and they took those cars on the feed and the free practice earlier. Goodies and stuff, so we've got it for driving earlier, which is a fantastic choice. Why did you choose that model to take part in? Well, we didn't, it was our customers, and that's the great thing. Interesting road, QT, it's one of those great things, I suppose, that extends beyond the field. So, do you think you're here to stay now, in terms of this being part of the regular entertainment in the ICE? I hope so. I mean, this year we just showed the audience what we are capable of carrying two plants. But we have a lot of good stuff in our program. Maybe next year, if the organizer wants us, we have some small. First began with their all-electric cars. Yeah, it's the expertise in the electrification of cars and the understanding of
Sərbəst yürüyüşlər yekunlaşdı və avtomobillər artıq yerini aldı və birazdan konkursun nəticəsi olaraq ən gözəl avtomobil və ən səs-küylü avtomobilin seçimi eləyəcəklər. Ondan sonra isə bugünkü gündə tədbir yekunlaşır, amma tam olaraq yox. Sabah çünki daha maraqlı olacaq. Çünki avtomobillərin sabah sürət yarışı olacaq buz üstündə, qar üstündə sürət yarışı olacaq. Ona görə oradan da maraqlı kadrları sizə indi göstərəcəm. The next day. İkinci gün San Moris'də, deməli bu gün gəldim ki, bu gün tədbirin ikinci günüdür ki, görək başqa maraqlı nə hadisələr olur, nə tədbirlər keçir və s. hamısına baxmaq üçün. Amma Türklər demişkən bir hayal kırıklığı ilə yaşadım. Yəni heç gözləməzdim ki, belə bir şey olsun. Çünki bilet satışı ediləndə birinci gün üçün, ikinci gün üçün ayrı-ayrı biletlər satılmışdı və hər günün öz proqramı var idi. Birinci gün statik tədbir idi, yəni maşınlar yerində dayanacaqdı. İkinci günü isə sürüş olacaqdı. Sərbəst sürüşlər və s. bu kimi müsabiqələr falan olacaqdı. Amma dünənləri həm statik tədbir oldu, həm dinamik tədbir oldu. Və bu gün də artıq gedəndə gördüm ki, yəni eyni ssenari ilə davam edirlər. Açığı çox pis oldum ki, yəni 2 qat ödəniş eləyib bilet aldırıblar hamıya, içimən qarşı hamıya, amma yenə də hər 2 günün də tədbirini bir günə sığışdırıb keçiriblər. Elə bu səbəbdən də tədbirin ikinci günü ilə bağlı əlavə kadrlar yerləşdirmirəm, çünki elə eyni ssenari ilə hər şey davam edir. Bu qədər videonu izlədiyiniz üçün sizə təşəkkür eləyirəm. Videonu bəyənməyi, şərh yazmağı və dostlarınızla bölüşməyi də unutmuruq ki, böyüsün səhifəmiz. Bu qədər əziyyət çəkmişik. 4300 kilometr yol gəlmişik. İndi bu yolu geri də qaydacağıq. Yəni 8000 kilometrdən çox eləyəcək bizim məsafəmiz. Ona görə sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Növbəti videoda görüşərik.